Bütün həyatımız boyu bizə bu gözəl Sovet nağılını sırıdılar. Xalqların dostluğu deyilən şey. Bilirsiniz, çoxmillətli xoşbəxt respublikaların əl-ələ tutub oynadığı bir xor. Hamı bir-birini sevir, alqışlayır, mahnılar oxuyur, piroqlar mübadilə edir və parlaq gələcək qurur. Və milyonlarla insan bu gün də buna inanır. Halbuki bu konstruksiyadan bütün təbliğat qatını yığışdırsanız, geriyə adi bir imperiya qalır. Sərt, acgöz, qaniçən və olduqca kinayəli bir imperiya. Bu elə bir sistem idi ki, Moskva müttəfiq respublikalardan resursları, insanları, dilləri, mədəniyyəti və müstəqillik hüququnu çıxarıb aparırdı. Əvəzində Leninin portretini, himni və dırnaqarası qardaşlıq haqqında nağılları verirdi. Hansısa respublika və ya sosialist düşərgə ölkəsi biraz müstəqil davranmağa cəhd edən kimi ora dərhal tanklar, agentləri və partiya nəzarətçiləri yollanırdı. Ukraynanı götürək. SSR-nin əsas sənaye və kənd təsərrüfatı bazalarından biri idi. Orada kömür, metal, taxıl, zavodlar, dahi mühəndislər, alimlər var idi. Sovet iqtisadiyyatının böyük hissəsi məhz Ukrayna üzərində dayanırdı. Amma eyni zamanda Ukrayna dili 10 illiklər boyu sıxışdırılırdı. Mədəniyyəti boğulurdu, ziyalıları məhv edilirdi və müstəqillik istəyi dərhal millətçilik elan olunurdu. Çünki imperiya sənin mədəniyyətinə yalnız o vaxta qədər dözür ki, sən susasan və mərkəzin xeyrinə işləyəsən. Yaxud Qazaxıstan. Orada neft vardı, qaz vardı, faydalı qazıntılar, kosmodrom, hər şey vardı. Amma eyni zamanda ora kütləvi şəkildə ruslar köçürülürdü. Tam ruslaşdırma, ənənəvi həyat tərzinin məhv edilməsi və haqqında uzun illər susmağa çalışılan aclıq. Ekologiyanı elə öldürdülər ki, bəzi regionlar nəticələrini bu gün də təmizləyə bilmir. Aral dənizinin tarixini götürün. Bu artıq Sovet münasibətinin abidəsi kimi görünür. Moskvaya pambıq lazım idi və bunun üçün bütöv bir dənizi məhv etdilər. Ən maraqlısı odur ki, insanlara bütün bu olanların böyük xalqlar dostluğu olduğunu necə inandıra bildilər? Çünki onların yaddaşında 2 qəpiklik dondurma və 2 manat 20 qəpiklik kalbasa qaldı. Bu sistemin nəyin bahasına dayandığı isə yox. Güllələnmiş ziyalılar onların yadında qalmadı. Krım tatarlarının, çeçenlərin, inquşların deportasiyası, Azərbaycan ziyalılarının sürgün edilməsi yadlarında qalmadı. Aclıq yadlarında qalmadı. Həbsxanalar yadında qalmadı. Çörək növbəsində dayanmaları və imperiyanın nəyin bahasına dayandığı qorxu heç yadlarında qalmadı. Və ən dəhşətlisi odur ki, bu tarix heç yerə getməyib. Müasir Rusiya bu gün də tamamilə imperiya kimi düşünür. Hələ də qonşularını seçim hüququ olan ayrı xalqlar kimi qəbul etmir. Onun üçün Ukrayna səhvən ayrılmış ərazi, Baltikanı ölkələr xainlər. Qazaxıstan isə nədənsə rus dilini xatırlamalıdır. Hansı əsasla xatırlamalıdır? Ətrafda hamı nədənsə daimi olaraq nəyəsə borcludur. Çünki Rusiya imperiyası qonşuluqda yaşamağı bacarmır. Düz deyirdi Karel Havliçek-Barovski. Ruslar əvvəlcə bizləri Slavyan olduğumuza inandırırdılar ki, sonra deyə bilsinlər ki, hər Slavyan rusdur və onlara tabe olmalıdır. 70 il qardaşlıq deyə qışqırdı, sonra dağıldı və indi qardaşlarından inciyir ki, niyə uzaqlaşırlar? Bəlkə həqiqət budur. Kimsə səni sevirəm deyə səni boğursa, bu sevgi deyil, bu nəzarətdir. Bura pərdə arxasıdır, izləmədə qalın.